Necə smesi çıxarıb yalnız ana südü ilə qidalandırmaq olar? Körpənizi smeslə əlavə qidalandırırsınız və tamamilə ana südü ilə qidalanmaya keçmək istəyirsiniz. Bu mümkündür, amma aşağıdakı vacib prinsipləri nəzərə almaq lazımdır. Körpənin döşə düzgün yapışıb-yapışmadığını yoxlayın. Döş daha yaxşı stimullaşacaq və süd miqdarı artacaq. Əgər əlavə qidalanmanı butulka ilə edirsinizsə, onu qaşıq və ya xüsusi stəkanla əvəz etmək məsləhətdir. İlk 3 ayda olan körpələr üçün isə iynəsiz şprislə və ya pipetlə vermək uyğundur. Əgər körpənin əməcəyi yalnız döş olarsa, ana südü ilə qidalanmanı bərpa etmək şansı daha yüksək olacaq. Körpəni mümkün qədər tez-tez döşə qoyun. Tezlik laktasiyaya təsir edən ən əsas amildir. Süd miqdarını artırmaq üçün əlavə olaraq sübsağanla sağmanı da əlavə edə bilərsiniz. Smesi kəskin şəkildə azaltmaq və körpəni ac qoymaq olmaz. Onun miqdarını tədricən çəki artımına əsaslanaraq azaldın. Kifayət qədər qidalanma olduqda körpə gündə 20-30 qram çəki artır. Əgər çəki artımı çoxalırsa, deməli südünüz artıb və qarışığın miqdarını 10-20% azalda bilərsiniz. Körpəni 3 gündən tez-tez olmamaq şərtilə çəkmək lazımdır və heç bir halda döşə qoymazdan əvvəl və sonra nəzarət çəkisi üsulundan istifadə etməyin. Bu informativ deyil. Qarışıqla əlavə qidanı mütləq döşə qoyduqdan sonra və kiçik porsiyalarla vermək daha yaxşıdır. Uğura inanın, özünüzü və körpəni tələsməyin. Ən yaxşısı 2 addım irəli, 1 addım geri prinsipi ilə hərəkət etməkdir. Bu prosesə vaxt lazım olacaq, amma əmin olun, hər şey mütləq alınacaq.